Salam əziz izləyicilər. Hazırda mən Yevlax şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşısındayım. Saatlarla ki burada durub növbə gözləyirik. Özüm birinci qrup hərbəliyəm. Saatlarla növbə gözləyirəm. Nəinki məndən öncə bura gələnlər, bir gün öncə, 2 gün öncə gəlib növbə gözləyənlər var ki, hələ də növbədən içəri daxil ola bilməyiblər. Yəni bax, hazırda da Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, görürsünüz, çobud danışır, vətəndaşla danışmasını bilmir. Deyirəm ki, niyə belə aqressiv danışırsan? Adamla danışmasını bilmirlər bunlar. Mən buradan üzümü tuturam söz ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, cənab nazir. Bu işçilərinizə vətəndaşlarla necə danışmaq lazımdır? Birinci onu izah eləyin, sonra təyin eləyin. Deməli, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt nömrəsinə zəng eləmişəm. Şikayətimi bildirirəm. Birinci şikayətimdə heç bir reaksiya olmadı. İkinci dəfə təkrar zəng elədim. Təkrar zəngdən sonra sağ olsun Fövqəladə Hallar Nazirliyinin göstərişi ilə buradan çıxdılar. Bizimlə şikayəti təmin eləmək əvəzinə bizimlə elə kobud, elə bir sərt bir şəkildə danışdılar ki, zəng eləməyimə belə peşman oldum. Bir əməkdaş çıxdı, bir bu videonun əvvəlində göstərilən əməkdaş ki, başladı kobud danışmağa. Yəni, bu belə qurum olmur, vallahi belə qurum olmur. Bu nə deməkdir ki, bu Azərbaycanda beləncini özbaşınalıq, cənab prezident, mən dövlətimə güvənəm, mən sizə güvənəm, xahiş edirəm bu Aran Regional Mərkəzi barəsində bir tədbir görülsün. Bu cəmaət yazıqdır. Baba, bu gördüyünüz şəxslərin içində eləsi var ki, 6 gündür ki, burada növbə gözləyirəm deyir, 6 gündür. Hansı qurumda 6 gün növbə gözləyirlər? Digər qurumlara gedin, baxın, gedirsən ən uzağa 2-3 saata şikayət təmin olunur, vətəndaşa köməklik göstərilir. Buna baxın, durub ancaq danışmağa, boş-boş danışmağa bilirlər.